Fevralın 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Doğru Xəbər Azərbaycan bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Naxçıvanda gün ərzində, xüsusən də axşama doğru bəzi yerlərdə qar yağacaq. Temperatur 0-5 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında hava yağmursuz keçəcək, lakin havanın gündüz bəzi yerlərdə qısa müddətli yağıntılı olacağı, dağlıq rayonlara qar yağacağı bildirilir. Duman gözlənilir, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq.